Sounds like a blast in the building. That's like a blast in the building. It's like a blast in the building. Salam aleykum dostlar. Bugün möhtəşəm bir video ilə qarşınızdayıq. Bu yeni açılan kanalımızın ikinci videosudur. Lütfən kanalımıza abunə olmağı unutmayın. Hər şey qarşılıqlı olacaq 100%. AV Player proqramı ilə maşınımıza işıq effekti, yəni basla işıq effekti necə verilir onu sizə öyrədəcəyəm. Bəli. Yəqin ki, çoxunuz işlətmisiniz bu proqramı. Ancaq çox funksiyasını da bilmirsiniz çoxunuz. Gözəl bir proqramdır. Proqram kimdə yoxdursa aşağıda linki olacaq. Reklamsız versiyasını sizə atacağım. Bəli, gedirik. Burada hər şey bir-bir sizə deməyəcəm, baş ağrısı olmasın, uzun olmasın, yəni uzun çəkməsin. Ona görə də baxın, diqqət edin, hara girirəm, nə edirəm. Burada effektlər çoxdur, bilirsiniz. Sondan ikinci bizə lazımdır əsas. Seçirik sondan ikincini. Qələm, image, yəni rəsm. Rəsmimizi seçirik. Mən daha öncə düzəltdiyim rəsmi seçirəm. Necə gözəl rəsmlər, videolar üçün düzəltmək olar, onu da sizə öyrədərəm. Sonraki videolarımızda. Bəli, rəsmimizi seçdik. İkinci image, ikinci rəsm qaldırıq ox işarəsini. Bu effektləri hamısını qaldırmaq lazımdır. Üçüncünü qaldırırıq. Gördüyünüz kimi yazı getdi. Bars qaldırırıq. Və budur. Qaldı bizə iki effekt sağ və soldakı. Bunlardan istifadə edəcəyik. Rəsmin hərəkətini dayandırmaq lazımdır ilk öncə. Rəsmimizin hərəkətini dayandır. Dayandırmalıyıq. Bəli, rəsmimizin hərəkəti dayandı. Gedirik, sondan ikinci rəsm yenə gedirik. Seçirik. Burada effektlər çoxdur, yəni. Mən qırmızından istifadə edəcəyəm. Siz özünüz hansını istəsəniz seçə bilərsiniz. Effekti gətiririk faranın üstünə. Effektimizi kiçiltməliyik, balaca olmalıdır.
Gördüğünüz kimi. Kiçildi effekt. Kiçildi. Burada yani istediğiniz tür edebilirsiniz. Işık. Bəli, birinci demək olar hazırdır. İkincini seçirik. İkinci də yenə rəsm. Seçdik rəsmimizi. Yenə kiçildirik effektimizi. Yani demək sizə unuttum. Telefonu yan tutup düzəldin bu videonu, yəni düz tutup düzəltsəniz, onda bu ışıqlar düz olmayacaq, yəni effekt istədiyiniz kimi alınmayacaq. Bəli, demək olar ki, hazırdır. Burada blur seçirik. Blura ox işarəsi qoysaq da gözəl olar. Birinci də həmçinin. Və budur. Bizim videomuz hazırdır. Yəni burada rəsmi kiçiltmək lazım idi. Yaddan çıxdı. Rəsmimizə kiçildək. Bəli, rəsmimizə kiçildik. Bəli. Video hazırdır. Saxlayırıq videomuzu. Ad mütləq dəyişməliyik. Adı yazmalıyıq nəsə. Buradan 720 seçməliyik. İkinci. Aşağıdan ikinci. C2. Main 1280 720 seçin mütləq. Yəni bu ekran ölçüsüdür. Bu lazım deyil bizə. Və saxlayırıq. Bəli, videomuz hazırdır. Saxlamaq 3-5 dəqiqə vaxt alır. Bu cür videoların davamı üçün xahiş edirik, kanalımıza abunə olun, hər şey qarşılıqlı olacaq. Çətinliyiniz olarsa yazın bizə. Çox sağ olun, sağlıqla qalın dostlar, hələlik. Sounds like a blast in the building. That's like a blast in the building. It's like a blast in the building. Stacking it right to the center. Yeah. Stacking my racks to the ceiling. Yeah. That's like a blast in the building. On the burner, smothering all the designer. It's what fire. I'ma do more than creep behind her. When we blow like the town, it should be louder than headphones. You know I got a lot of gorillas and I got a lot of bananas. Honest. Big blue.
minutes. No one